Salam aleykum. Deməli, hidrogen üstəgə yod əmələ gəlir. 2 H yod, bu 4, bu 2, bu 4'dür. İndi burada deməli tarazlıq sabitini tapırıq. K tarazlıq bərabər 4'ün kvadratı bölünsün 4 vurulsun 2. Bu da 2'yə bərabərdir. Yazımızda saxlayırıq ki, K tarazlıq 2'yə bərabərdir. İndi yazıb ki, 2 hidrogen əlavə olunur və 50% sərf olunur, yəni -1. Təbii ki, bu 1 sərf olunanda yod da bununla bir yerdədir. Sol tərəfdə əmsal deyin olduğuna görə bu 1 sərf olunur, bu da 1 sərf olunur. Ancaq x da baxın əlavə olunur, plus x. Və solda duranlar 1 sərf olunanda sağda duranın əmsalı, h yodun əmsalı 2 dəfə çox olduğuna görə bu 2 artacaq. Soldakı 1 azalanda bu 2 artacaq. Vəssalam, tarazlıq sabiti deməli 2 bərabərdir. Yuxarıda 6'nın kvadratı, yəni 36, aşağıda deməli 5 vurulsun, deməli 1 üstəgəl x olacaqdır. Bundan bu getdi xısara 18, 18 böl 5, 3,6 bərabərdir 1 plus x. 3,6'dan da 1 çıxanda doğru cavab 2,6 eləyəcək.